Yəhya müjdəsinin 16-cı fəsli şagirdlərin qorxusu, müqəddəs ruhun xidməti və Məsihin qələbəsi fəslidir. Bu fəsildə İsa şagirdlərinə açıq şəkildə deyir: çətinliklər olacaq, amma siz tək deyilsiniz. Bugünkü mövzumuz kədər, müqəddəs ruh və qələbədir. Əziz bacı və qardaşlar, bu günləri Yəhya müjdəsinin 16-cı fəslinə baxırıq. Bu fəsil çox səmimidir. İsa şagirdlərindən çətin həqiqətləri gizlətmir. O demir ki, iman asan olacaq. Deyir ki, mən sizinləyəm. Bu fəsildə 3 əsas mövzu var: çətinlik, müqəddəs ruh və qələbə. Beləliklə 1-ci ayədən 4-cü ayəyə qədər İsa deyir: büdrəməyəsiniz deyə bunları sizə söylədim. O açıq danışır. Təqib olacaq, sıxıntı olacaq. Hətta bunu Allaha xidmət adı ilə edəcəklər. Bu bizi qorxutmaq üçün deyil dostlar, hazırlamaq üçündür. İmanlı üçün çətinlik bir sürpriz olmamalıdır. Sonra 5-ci ayədən 7-ci ayəyə qədər görür ki, şagirdlər kədərlidir. Onlar yalnız bir şey görür: İsa artıq gedir. Amma İsa deyir: mənim getməyim sizin xeyrinizədir. Niyə? Çünki müqəddəs ruh gələcək. Allahın varlığı artıq yalnız yanımızda yox, içimizdə olacaq. Bəzən Allah bir şey aparır ki, daha böyüyünü versin. Sonra 8-ci ayədən 11-ci ayəyə qədər İsa deyir ki, ruh gələndə günah barədə, salihlik barədə və hökm barədə dünyanı ifşa edəcək. Bu o deməkdir ki, insanın ürəyinə toxunan ruhdur. Vicdanı oyadan ruhdur. Həqiqəti açan ruhdur. Biz insanları dəyişmirik. Müqəddəs ruh dəyişir. 12-ci ayədən 15-ci ayəyə qədər İsa deyir: lakin o, yəni həqiqət ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi özündən söyləməyəcək. Nə eşidirsə onu söyləyəcək və gələcəyi sizə bildirəcək. Müqəddəs ruh özündən danışmır. İsa'nı izzətləndirir. Sözləri açır. Ruh bizi qarışıqlıqdan, qorxudan, çaşqınlıqdan çıxarır və Məsihin həqiqətinə tərəf aparır. Sonra 16-cı ayədən 22-ci ayəyə qədər İsa bir misal çəkir. Doğuş ağrısı barədə. Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxardar. Beləcə siz də indi kədərlisiniz, lakin mən sizi yenə görəcəyəm. Onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. Ağrı realdır, amma sevinc daha güclüdür. İsa deyir: sizin kədəriniz sevincə çevriləcək. Bu müvəqqəti ağrıdır dostlar, amma əbədi sevinc doğurur. Sonra 23-cü ayədən 28-ci ayəyə qədər İsa deyir ki, artıq məsələlərlə yox, açıq danışacaq. İmanlı artıq günahın qorxan qulu deyil, dua edən övladdır. Biz ataya birbaşa yaxınlaşa bilərik. 29-cu ayədən 32-ci ayəyə qədər şagirdlər deyir: budur, indi açıq danışırsan, Allahdan gəldiyinə inanırıq. İsa bilir ki, onlar dağılışacaq, qorxacaq, qaçacaqlar. Amma deyir: mən tək deyiləm, ata mənimlədir. Bu bizə təsəlli verir dostlar. İsa bizim zəifliklərimizi bilir. Yekun olaraq İsa bu fəsli bu sözlərlə bitirir: məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətləriniz var, amma cəsarətli olun. Mən dünyaya qalib gəldim. Dostlar, bu günləri öyrəndik ki, çətinlik var, amma ruh bizimlədir. Qələbə artıq qazanılıb. Növbəti fəsildə Yəhya müjdəsinin 17-ci fəslində İsa'nın şagirdlər və bizim üçün olan duasına baxacaq və bu baş kahin duasıdır. Rəbb sizə xeyir dua versin.